Düşünürəm ki, bəli. Çünki, Amerika Birləşmiş Ştatlarının ortaya qoyduğu mövqe ondan ibarətdir ki, Ukrayna hərbi cəbhədə uduzur və hərbi cəbhədə uduzan Ukraynaya dəstək dayandırılmalı və münaqişə dondurulmalıdır. Bu nə Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı real addımlar özündə etibar edir, nə də Avropanın təhlükəsizliyi ilə bağlı gələcəyə yönəlik qarantor kimi Amerikanın tam, zəmanət edilə biləcək tərəf olduğunu nümayiş etdirir. Ona görə də düşünürəm ki, həm Ukraynanın, həm də Avropanın bu gün ən əsas hədəflərindən biri məhz hərbi əməliyyatların davam etməsi, xüsusilə Ukraynanın belə sürpriz, gözlənilməz əməliyyatlar çərçivəsində müəyyən mənada uğurlar əldə etməsi ilə bağlıdır ki, bundan sonraki mərhələdə masada ən azından Ukraynanın mövqeyinin müdafiə olunması və Avropanın da təmsil olunduğu bir masada Avropanın təhlükəsizliyi ilə bağlı yekun bir zəmanət bəndlərinin müəyyənləşdirilməsi mümkün ola bilsin. Ona görə də indiki məqamda düşünürəm bu Ukrayna üçün ölüm-qalım savaşı olaraq qiymətləndirilə biləcək bir savaşdır. Çünki əks halda Amerika Birləşmiş Ştatlarının təzyiqi həm Avropa və həm Ukrayna üzərində davam edəcək və bu da hərbi əməliyyatların dondurulması, münaqişənin isə bir neçə 10 illiklərə yayılaraq saxlanılması deməkdir ki, Rusiyanın qalib çıxdığı bir hərbi əməliyyatlardan və yeni formalaşan dünya nizamından danışmaq isə kifayət qədər çox bədbin ssenariləri yenidən gündəmə gətirə bilər. Onsuz proqnozlaşdırılan bu idi. Zaman ötdükcə, Rusiyanın işğalları davam etdikcə, biz hərbi əməliyyatların masştabının genişlənməsi ilə bağlı proqnozları uzun müddət əvvəldən səsləndirməyə başlamışdıq və bu sadəcə Avropa məkanına yayılan quru əməliyyatları ilə kifayətlənməyəcəkdi və dənizlər də kifayət qədər çox təhdid altına düşür ki, cənab Ərdoğanın son zamanlarda xüsusilə Qara dənizlə bağlı olan çıxışları və Qara dənizin heç bir halda savaş meydanına çevrilməsinin qəbul edilməz olmadığı ilə bağlı çağırışları çox təəssüf olsun ki, real bir nəticə ilə müşahidə olunmur və Rusiyanın və Ukraynanın bu istiqamətdə olan davam edən hərbi əməliyyatlarının fonunda biz bunun müəyyən bir çərçivədə, dar çərçivədə saxlanılması ilə bağlı olan mərhələni çoxdan arxada qoymuşuq. Yəni birinci, ikinci ildə ola bilərdi ki, sadəcə Rusiya Ukrayna ərazilərində hərbi əməliyyatlarla məhdudlaşa bilərdi, amma biz artıq görürük ki, strateji hədəflər müəyyənləşdirilir qarşılıqlı olaraq və bu strateji hədəflərdə sadəcə quru əməliyyatlarla kifayətlənmir. Eyni zamanda sizin də qeyd etdiyiniz kimi həm Xəzər dənizini, həm Qara dənizi bir savaş meydanına çevirməyi hədəfləyir və bunun qarşısı alınmasa, bugün üçün Rusiyaya təzyiq mexanizmləri kifayət qədər yüksək həddə tətbiq olunmasa, Ukraynanın mövqeyi güclənməsə, gələcəyə yönəlik onun masştabının daha da genişlənməsi ilə bağlı heç kim zəmanət verə bilməz ki, bunun qarşısını almaq mümkün ola bilər. Məhz buna görə də Ukraynanın gözlənilməz əməliyyatlar həyata keçirilməsi və bu əməliyyatların mütləq şəkildə uğurlu olması, düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bərabər olaraq bütövlükdə böyük bir coğrafiyanın təhlükəsizliyi üçün də ən əsas zəmanətə çevrilə bilər. Çünki əks halda Rusiyanın əməliyyatları genişləndikcə Ukraynanın da əks hücum əməliyyatları və bu masştabda hərbi əməliyyatların dairəsinin genişlənməsi düşünürəm ki, 3-cü, 4-cü dövlətlərin təhlükəsizliyi üçün də ciddi təhdidlər yaradacaq. Əslində bu istisna edilmir. Çünki Türkiyənin neytrallığını qoruması düşünürəm ki, bir çox istiqamətdə qərb dövlətlərinin maraqlarına uyğun deyil və onlar NATO cəbhəsindən Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmasını və eyni zamanda Rusiya təzyiq mexanizmlərindən istifadə etməsini daha çox hədəfləyirlər və bu istiqamətdə atılan addımlar da xüsusilə Qara dəniz üzərində Türkiyənin nəzarətini və bu istiqamətdəki suverenliyini nəzərə alsaq, Türkiyə üçün qırmızı xətt qiymətləndirə biləcəyimiz istiqamətlərdən biridir və birbaşa olaraq Ukraynanın Rusiya mövqelərini hədəf alması təbii ki, Ukraynanın tək başına verdiyi qərar kimi qiymətləndirilə bilməz. Arxasında mütləq şəkildə ən radikal qanadı təmsil edən Böyük Britaniya başda olmaqla Avropanın bir sıra güc mərkəzləri hədəf göstərilir. Və bu güc mərkəzlərinin əsas hədəfi istənilən formada qlobal sistemin bütün aktorlarını Rusiyaya qarşı bir cəbhədə birləşdirməkdir. Çünki bu artıq Rusiyanın Ukraynanın ərazilərini işğal etməsi ya da Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələ deyil. Avropa üçün artıq öz ərazi təhlükəsizliyi və müharibənin masştabının Avropa ərazisinə keçməsi ilə bağlı təhdidlər də var. Digər bir istiqamətdə Amerika Birləşmiş Ştatlarının ortaya qoyduğu mövqe onu deməyə əsas verir ki, artıq Avropa Amerikanın təhlükəsizlik çətiri altında deyil. Amerika bu istiqamətdə qarşılıqsız olaraq 2-ci Dünya müharibəsindən sonra Avropa üçün təqdim etdiyi o təhlükəsizlik çətirini geri çəkib və Avropa öz müdafiəsini özü həyata keçirməlidir. Bunu da Türkiyə sizə edə bilməz. Heç bir halda, onsuz NATO çərçivəsində biz bilirik ki, döyüş qabiliyyəti baxımından bütün dövlətlər bu və ya digər formada Türkiyədən asılıdır. Keçirilən əməliyyatların bir çoxunun uğurluluğunun əsas payı məhz Türkiyə ordusunun iştirakı ilə bağlıdır. Quru qoşunların nisbətində Türkiyənin gücü hər kəsə məlumdur. Eyni zamanda döyüş qabiliyyəti və bu potensial baxımından da qiymətləndirsək, heç bir Avropa dövləti Türkiyə ilə müqayisə oluna biləcək döyüş qabiliyyətinə sahib deyil. Ona görə də Türkiyənin bu əməliyyatlarda onların cəbhəsində iştirak etməsi və Rusiyaya qarşı müharibə elan etməsi təbii ki, Avropa dövlətlərinin yekun hədəflərindən biridir. Amma Türkiyə praqmatik siyasi kursunu hələ də davam etdirir və heç bir halda onsuz belə təxribatlara yol verə biləcək istiqamətdə açıqlamaları biz eşitmirik. Biz hər iki tərəfə eyni çağırışların səsləndirildiyini görürük və yaxın perspektivdə hər hansısa bir formada bu təxribatların qarşılığında Türkiyənin Avropa cəbhəsində təmsil olunduğunu görəcəyimizi düşünmürəm. Türkiyə bu istiqamətdə
istiqamətdə suveren siyasi kursa sahibdir və Ukraynanın ərazi bütövlüyünün tanındığı kimi eyni zamanda digər istiqamətdə Rusiya ilə də balanslı əlaqələrini davam etdirir. Təbii ki, Rusiyanın işğalçılıq siyasəti Türkiyə tərəfindən dəfələrlə açıq şəkildə bəyan edilib, amma bu o deməkdir ki, Türkiyə birbaşa olaraq müharibənin bir tərəfinə çevriləcək. Türkiyənin özünün milli maraqları və milli təhlükəsizliyi hər şeyin üstündədir və ona görə düşünmürəm ki, bu hədəflər yaxın perspektivdə reallaşa bilər. Ümumiyyətlə, Qara Dənizə keçidlə bağlı ən əsas atılan addım tarixi perspektivdə Türkiyənin ən böyük nailiyyətlərindən biridir. Atatürkün Türkiyəyə və dünyaya bəxş etdiyi ən böyük nailiyyətdir ki, Montreal konfransının yekun nəticəsinə görə Qara Dəniz və qeyri-Qara Dəniz dövlətlərinin keçidi bu əsasda tənzimlənir və diqqət ediriksə, uzun illər Rusiya hər zaman Türkiyəni ittiham edirdi ki, NATO dövlətlərindən bu istiqamətdə göz yumur və demək olar ki, tonnajla bağlı müəyyənləşdirilmiş standartlar hər zaman NATO dövlətlərinə bir qədər fərqli istiqamətdə təqdim olunur. Hətta Montreal müqaviləsindən geri çəkilməklə bağlı da təhdid edilirdi, amma ortaq razılıq əldə olunub və bugünkü məqamda yenə də mübarizə meydanı Qara Dənizdir və Qara Dənizdə ümumiyyətlə statusun dəyişdirilməsi, qeyri-Qara Dəniz dövlətlərinin təsir mexanizmlərinin dəyişdirilməsi heç bir dövlətin maraqlarına uyğun deyil. Yəni 36-cı il konfransından sonrakı bu mərhələyə qədər heç bir dövlətin maraqlarında və hədəflərində ciddi dəyişiklik olmayıb ki, nəyisə müzakirə edib yenidən bir qərar qəbul etsinlər. Qəbul edilmiş qərarın qüvvədə saxlanılması Türkiyə başda olmaqla bütün region dövlətləri üçün ən əsas hədəflərdən biridir, eyni zamanda Avropa dövlətləri üçün. Çünki onların təhlükəsizliyi üçün də bu qərarların qüvvədə olması və Türkiyənin suverenliyinin tam təmin olunması, eyni zamanda Rusiyanın Qara Dəniz üzərində nəzarət mexanizminin genişlənməməsi ən əsas istiqamətlərdən biridir. Düşünmürəm ki, Türkiyə bununla bağlı atıla biləcək hər hansısa bir addımlara icazə versin, amma təbii ki, Rusiya-Ukrayna müharibəsinin gedişatında dəfələrlə səsləndirdiyimiz kimi əsas hədəflərdən biri Rusiya üçün məsələ Qara Dənizə çıxışın blok edilməsi ilə bağlı idi. Amma düşünürəm ki, danışıqlar masasında məhz bu istiqamət və bu istiqamətdə müəyyənləşdiriləcək bəndlər də ən əsas müzakirə mövzusuna çevriləcək bəndlərdən biri olacaq. Məhz bu nöqtədə Türkiyənin atəşkəsin əldə olunması və eyni zamanda atəşkəsdən sonra təhlükəsizliklə bağlı prosesin hansı istiqamətdə cərəyan etməsi ilə bağlı rolu kifayət qədər önəmlidir. Onun hərbi əməliyyatlara cəlb olunması ya da müharibədə tərəf olmasından daha çox sülh quruculuğu prosesində Türkiyə hansı istiqamətdə təmsil olunacaq. Mən ona görə düşünürəm ki, ən azından atəşkəs əldə olunana qədər Türkiyə hökumətinin praqmatik və soyuqqanlı siyasəti davam edəcək. Ondan sonraki mərhələdə biz Türkiyənin iştirakı ilə Ukraynada təhlükəsizlik sisteminin qurulması ilə bağlı hər hansı bir konfiqurasiyadan danışa bilərik. Çünki nə Qərbin Rusiya etimadı var, nə Rusiyanın Qərbə etimadı var. Ukraynanın ümumilikdə belə nəzərdən keçirsək, Rusiyaya təbii ki, etimadı yoxdur, amma bir çox ona tərəfdaş olan dövlətlərə də etimadı bu proses çərçivəsində itib və burada yeganə birləşdirici və vasitəçi qüvvə Türkiyə olaraq qalır. Türkiyə həm öz maraqlarının təmin olunması, Qara Dənizdə tam nəzarətinin, suverenliyinin qorunub saxlanılması, eyni zamanda hər hansısa bir formada Qara Dənizin müharibə savaş meydanına çevrilməməsi ilə bağlı atacağı addımlar nisbətində, eləcə də Ukraynada təhlükəsizliyin təmin olunması nöqteyi nəzərindən də mütləq şəkildə bu prosesin əsas aktoruna və iştirakçısına çevrilməlidir. Necə ki, Orta Şərqdə sülh quruculuğu, yenidən idarəçilik sistemi və təhlükəsizlik arxitekturası birbaşa olaraq Türkiyənin iştirakı ilə qurulur. Düşünürəm ki, Ukrayna bufer zona olmaqla Avropa ilə Rusiya arasında da yenidən proseslərin ən azından danışıqlar prosesi çərçivəsində tənzimləmə mərhələsinə cərəyan etməsi üçün Türkiyənin iştirakı labüddür. Çünki hər iki tərəfin ortaq tərəfdaş deyə biləcəyimiz əsas aktoru məhz Türkiyədir. Çox təəssüf olsun ki, mən Krımın gələcək taleyi ilə bağlı kifayət qədər bədbin yanaşmalara sahibəm. Çünki Krımın taleyi 2014-cü ildə həll olunub. Əgər 2014-cü ildə Krım ilhaq olunanda qlobal sistem Rusiyaya qarşı həqiqətən də müqavimət hərəkatına başlasaydı və Ukraynanın ərazi bütövlüyü ilə bağlı mübarizəyə başlasaydı, biz onsuz bu həddə Ukraynanın ərazilərinin işğal olunduğunu müşahidə etməzdik və eyni zamanda Krımın birbaşa olaraq Rusiyanın ərazisi kimi təqdim olunması və bu istiqamətdə real addımların atılması cəhdlərinin də şahidi olmazdıq. Ona görə yaxın perspektivdə hər hansısa bir formada Krımın geri qaytarılması ilə bağlı addım atılacağını düşünmək sadəlövh yanaşmalar. Təbii ki, bu Ukraynanın təbii haqqıdır. Zelenskinin səsləndirdiyi fikirlər həm ədalətə, həm beynəlxalq hüquqa əsaslanır və Ukraynanın ərazi bütövlüyünün birbaşa bərpa olunmasını hədəfləyir. Amma çox təəssüf olsun ki, nə bugün Ukrayna o potensiala sahibdir, nə də Ukraynanın arxasında dayanan tərəfdaşları bu istəyə sahibdirlər. Onların əsas hədəfi mövcud status quo-nun qorunması, təhlükəsizlik zəmanətinin alınması və Rusiyanın işğallarının Avropaya doğru genişlənməsinə mane olmaqdır və bu hər hansısa bir formada onsuz Krımın Ukraynaya geri qaytarılması ilə bağlı müddəanı gündəmə gətirmir. Ən azından ilkin razılıq əldə olunacağı çərçivədə ki, Trampın təqdim etdiyi 28 bəndlik sülh planına nəzər yetirsək, artıq de facto Donetsk, Luqansk və Krım bölgəsinin Rusiya ərazisi kimi tanınması ilə bağlı məsələ müzakirə obyektinə çevrilib. Bu müzakirə obyektinə çevrilibsə, gələcək perspektivdə yenə də bu danışıqlar masasında ən əsas müzakirə predmeti olacağı istisna edilmir. Amma onu da qeyd etmək lazımdır ki, Krımın birbaşa olaraq Rusiya ərazisi kimi de facto tanınması artıq presedent yaradır və bu presedent kifayət qədər neqativ formada qlobal sülhə təhdid formalaşdırır.